Hər kəsə salam. Mən Nəzakət, dərs evində riyaziyyat müəllimiyəm. Bugün sizinlə bir tapşırıq nümunəsinə baxacağıq. Hansı ki, o tapşırıq nümunəsi demək olar ki, bütün imtahanlarda düşür və biz onu mütləq şəkildə bilməliyik. Gəlin baxaq ona. Bizim danışacağımız tapşırıq ədədi silsilə mövzusundandır və demək olar ki, bütün buraxılış imtahanlarında rast gəlinir. Gəlin tapşırığa baxaq. A-ın ədədi silsiləsində A5 + A27 = 8,4 olarsa, A16-nı tapın. Bu tapşırığı həll etmək üçün gəlin kiçik bir qaydanı yadımıza salaq. Bu qayda necədir? Fərz edək ki, bizə belə bir A-n ədədi arıcılığı verilib. A3, A4, A5. 5 dənə hədd verilib ardıcıl olaraq. Tən ortadakını seçirik və özündən eyni məsafədəkiləri qeyd edirik. Deyəcək ki, A3 bərabərdir A2 + A4 × 2, o da bərabərdir A1 + A5 × 2. Yəni, ümumi olaraq ifadə etsək, tən ortadakı hədd özündən eyni məsafədəkilərin cəminin yarısına, ədədi ortasına bərabərdir. Başqa sözlə bunu necə yoxlaya bilərik? 3-ə baxırıq, burada 2, burada isə 4 yazılıb. 2 və 4-ün cəminin yarısı həqiqətən də 3-ü verir. Gəlin bunu yoxlayaq. 1, 5. 1 və 5-in cəminin yarısı həqiqətən də 3-ü verir. Onda biz bunu qaydaya salsaq, necə deyərik? Deyəcək ki, AK bərabərdir AN + AN × 2, o zaman ki, K bərabərdir N ilə M-in cəminin yarısına. İndi gəlin tapşırığa baxaq. Tapşırığa tətbiq edək bu öyrəndiyimiz qaydanı. Deməli, A5 + A27 bərabərdir 8,4 verilib. Baxırıq indekslərinə. 5, 27. Biz 5-dən 27-nin cəminə baxırıq, edir 32. 32-nin yarısı 16 edir. Deməli, bu 16-cı həddə bərabərdir. A16 bərabərdir A5 + A27 × 2 bərabərdir. A5-dən A27-nin cəmi 8,4-ə bərabərdir. Yazırıq, bölürük 2-yə. Eləyir 4,2. Deməli, biz 16-cı həddimizi tapdıq. Hansı ki, tapşırığın şərtində də bizdən həmin həddi soruşurdu ki, biz onu tapdıq. Əgər sən də daha çoxunu öyrənmək və bilmək istəyirsənsə, o zaman dərs evinə gəl və sən də tələbə ol.